Hoş gördük. Bu sizinle birlikte 3. sınıf Azərbaycan dili dərsindən səhifə 46 və 47-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyəndiyimə basmağı unutmayın. Gəlin başlayaq. Dördüncü fəslimizin adı qəhrəmanlar unudulmurdu. Bir ay tapşırığında Deyişə Cavad xan haqqında bildiklərinizi xatırlayın. Bu şəxs haqqında daha nə bilmək istərdiniz? Aha, Cavad xan haqqında biz bilirdik ki, Gəncə xanıdır. 1748-ci ildə doğulub, 1804-cü ildə vəfat edib. 1786 və 1804-cü illərdə Gəncəyə hökmranlıq eləyib. Gəncə uğrunda işğalçı Rus qoşunlarına qarşı mübarizə aparıb. Cavad xanın oğlu Hüseynqulu da atası ilə birlikdə döyüşlərdə iştirak etmiş və qəhrəmancasına həlak olmuşdur. Gəncədə Cavad xanın qəbri üzərinə məqbərə tikilib. Aha. Biz Cavad xan haqqında nələri bunlar bilirdik. Daha bilmək istəyərdik, başına başqa nə hadisə gəlib və ki, Ruslarla deyir ki, Ruslarla mübarizə aparıb. Necə mübarizə aparıb? Kimlə mübarizə aparıb? Ruslara kim dəstək olub? Bunları bilmək istəyərdik. Cavad xan 1-ci isə 1804-cü il idi. Rusiya Azərbaycanı ələ keçirməyə çalışırdı. Ruslar üçün Gəncə qalası Azərbaycanın giriş qapısı sayılırdı. Ona görə də buranı tutmaq Rusiya üçün önəmli məsələ idi. Vaxtilə Gəncəyə pənah gətirmiş iki erməni Rus generalı Siyanovun yanına gəlib dedi. Gəncədəki ermənilər Rus ordusunu səbirsizliklə gözləyirlər. Gəncəyə daxil olmaq üçün sizə gizli yollar göstərərik. Sisyanov bilirdi ki, Gəncə hökmdarı Cavad xan güclü və ağıllı sərkərdədir. Eyni zamanda Gəncə elinin qəhrəmanlığına da bələd idi. Anlayırdı ki, daxildən kömək olmasa Gəncəni heç vaxt tuta bilməz. Buna görə də satqın ermənilərin təklifi lap göydən düşmə oldu. Bu sözləşmədən sonra Rus ordusu Gəncə qalasını mühasirəyə aldı. Şəhərdəki ermənilərə arxayın olan Siyanov Cavad xana məktub yazdı. Cavad xan Gəncəli baxın bunları yazıb. Mən belə üstündən bir dənə şey eləyim, yəni elə başa düşün ki, yəni bunu yazıb. Aha, bəli. Aha, yazıb. Cavad xan Gəncəli təklif edirəm ki, şəhərə davasız təhvil verəsiniz. Bu döyüşdə qələbə qazanmağınız imkansızdır. Əgər imtina etsəniz, bəxtinizdən eynin küsün. Elə bilir ki, bunlar udarda, yəni o ermənilərə arxayındır. Aha, və Siyanovun təklifinə qəzəblənən Cavad xan, baxın, bu məsələn açar sözümüzdür bizim, Cavad xan. Cavad xan ona cavab məktubu yazır, Bu xəyaldan əl çəkəncə yalnız meydimin üstündən keçə bilərsən. Yəni, mən öləndən sonra özgə cür yox. Keçək səhifə 47-yə. Nə anladın? Sualları cavablandırın. Aha, artıq nə anladığına keçdik. 1. Rusiya üçün Gəncəni tutmağı. Rusiya nə üçün Gəncəni tutmağa çalışırdı? Çünki Ruslar üçün Gəncə qalası Azərbaycanın giriş qapısı sayılırdı. Sonra da başqa rənglə eləyərik ki, daha aydın olsun. Sonra, aha, silək. Sisyanov kim idi? Sisyanov, baxın burada, general. Rus generalı Sisyanov idi. Sonra deyir ki, hansı hadisə Sisyanova daha da ürəkləndirmişdi? Baxın, vaxtilə Gəncəyə pənah gətirmiş iki erməni Rus generalı gəlib dedi, Gəncədəki ermənilər Rus ordusu səbirsizliklə gözləyirlər. Gəncəyə daxil olmaq üçün sizə gizli yolları göstərərik. Gördünüz, yəni bu.
Sonra 4. Sisiano falan nə təklif edir? Xala baxın təklif edir ki, nə təklif edir? Cavad xan Gəncəli. Təklif edirəm ki, şəhərə davasız təhvil verəsiniz. Bu döyüşdə qələbə qazanmağınız imkansızdır. İmtina etsəniz, bəxtinizdən neyin küsün. Cavad xan Siyanova nə cavab verir? Onun altındakı da onun cavabı. Bu xəyal özdə deyir də, yəni bu mümkün deyil. Bu ancaq xəyalda ola bilər. Deyir ki, bu xəyaldan əl çək. Gəncəyə yalnız meydanın üstündən keçə bilərsən. Öləndən sonra ögədir yox. Aha. C. Yarınbaşlıqların hansı abzaslara aid olduğunu müəyyən edin. A. Xəyanət. Xəyanət nəyə aiddir? Xəyanət. Deməli, bu birincisi ondan əlaqəli deyil. Yəni bundan bir dənə X qoyaq ümumi. Buna bir dənə baxın buradan. Aha, X. Sonra bura. Aha, bunu silək. Neysə. Aha, 2. Vaxtilə aha. Bu ola bilər. Buna görə də qoyaq belə. Bu ola bilər yəni. Xəyanət. Xəyanət budur. Bir dəqiqə. Xəyanət budur. Bu. Düz. Aha, düzgün işarəsi. Baxın, xəyanət budur. Çünki bunlar pənah gətirib. Ancaq yəni pənah gətirib o deməkdir ki, yəni orada istirahət edib, yəni köçüb ora, yəni belə, yəni onlar pənah gətirib. Ancaq bu da xəyanət eləyib ki, ora onu rahat eləyib bu. Ancaq xəyanət eləyib. Yəni 2. Burada belə bir də yazaq 2. Bunda belə. Aha, belə daha aydın oldu. Bunları ben sileyemsin artık. Neyse. B'də də deyir ki, Azərbaycanın giriş qapısı, Azərbaycan giriş qapısını indicədiyi birdir. Tutarlı cavab, yəni cavab verir. 5. Cavad xan Gəncəli ona cavab verir. Fürsətçil general, gülünc təklif 4, fürsətçil general 3. İkinci hissə səhər tezdən Rus qoşunu Gəncə qalasının hücuma keçdi. Qalaya hər tərəfdən od yağdırılırdı. Gəncəlilər asan ki müqavimət göstərirdilər. Qala divarlarının üstündə Cavad xan oğlu Hüseynqulu ilə birlikdə Rusların hücumunu igidliklə dəf edirdi. Vuruşma xeyli çəkdi. Rus ordusunun sayı dəfələrlə çox idi. Qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu vətən uğrunda həlak oldular. Yalnız bundan sonra Ruslar qalaya soxula bildilər. Rus ordusunun sərkərdələrindən biri polkovnik Karyagin öz gündəliyində sonralar yazırdı. Cavad xanın dəfnindən bir gün keçmişdi. Baxın, bir gün keçib o. Ya, bu bizim açar sözümüzdür. Bir gün keçmişdi. Biz xanın həyat yoldaşı Bəyim xanıma başsağlığı arvadın adı neymiş? Bəyim. Bəyim xanıma bu neydi? Neyse, bəyim xanıma başsağlığı verməyə getdi. Yol bizi əynində çərkəzi paltar belində, xəncər əlində Cavad xanın qılıncı qarşıladı. Qılıncı ilə olmalı idi deyəsən, neysə. Qılıncı qarşıladı. Xanıma bu baxışlarından duyulurdu ki, o bizi qatil sayır. Siyanla barışıq üçün ona pul təklif etdi. Qadın pul dolu kisəni generalın üzünə çırpdı. Qızıl onluqlar Siyan
Rüstəmovun gözünü, üz gözünə dəyib ayaqlarının altına töküldü. Baxın, Cavad xanın həyat yoldaşı budur. Bəyim xan. Yəni təsvir eləyiblər, tam o deyil. Ancaq məsələn əlində çərkəzi paltar, baxın bunlardır. Nə bilim, sonra yaşıqla eləyək. Aha, deyir ki, nə bilim, belində xəncər, baxın bu xəncərdir. Nəysə, deyəm, belə qarışıq oldu, amma yəni bunlar xəncərdir, bu o birisidir, belə. Dostlar, bugün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!